Sosial şəbəkə də sosial həyatda real həyat deyil. Real həyatın yansımasıdır. Yəni bütün ciddi işlər həyatda qurulur, real həyatda. Misal üçün birisi ailə qurursa, normal real həyatda qurur. Birisi bir dövlət qurursa, sosial şəbəkədə qurmur, onu həyatda qurur. Birisi nə isə bir ticarət qurursa, onu həyatda qurur. Sadəcə sosial şəbəkə onun nə idi? Bir güdücüsüdür. Ya pis, ya yaxşı. Yəni əslində İslam dəvətinin meydanı canlı həyatdır. O sosial şəbəkədə böyük-böyük danışan həmən o uşaqlar, gedə-güdələr. Onları bıraxsan Azərbaycanın yaxşı o, misal üçün o, insanların çox olan yerinə, bırax onu apar, misal üçün İmişlidə mal bazarına. Ya apar onu Gəncədə sərçə bazarına bırax ki, müşrik deyilsən, bunlardır. Gir bunlarla danış görüm elə. Götürüb onu tullayacaqlar dərənin dibinə. Heç danışa bilməyəcək orada. Sosial şəbəkədə asandır. Gəç çıx bir toyda, bir 100 adamın qabağına bir anlat görək iki cümlə. Bir yasda, bir bayramda. Yəni Peyğəmbərlərin Quran-ı Kərimdə qissələrinə bax, dəvətləri harda aparırlar? Tağutun sarayında, Firavunun sarayında, Məkkədə müşriklərin bütə ibadət etdikləri Kəbənin ətrafında, Əbu Sufyanların, Əbu Cəhəllərin, Əbu Ləhəblərin üzünə aparıblar dəvəti. Yəni əslində dəvətin yeri həyatdır, canlı həyatdır. Sosial şəbəkə sadəcə, misal üçün bir zikir məclisidir, bir nəsə alim, bir elm tələbəsi dil anladır. Sosial şəbəkə də ona faydadır, elə bir ki, onu biraz da nə edir? Daha çox kütlələrə, daha çox insanlara çatdırır. Ancaq həqiqətdə əslində sosial şəbəkə dəvət meydanı deyil. Niyə? Çünki sosial şəbəkə bir, misal üçün bir platformadır. TikTok onun sahibi var və cərəyan edir internet üzərindən. Ölkədə internet var, elektrik enerjisi kimi. Ne də ki, elektriki söndürəndə Mingəçevirdən heç yerdə işıq yanmır. İnternetin də Mingəçevir kimi bir yeri vardı. Oradan söndürsələr hər şey qutardı.